O zaman hürmetli Sayın Babək bəy Azəroğlu, Babək bəy Azəroğlu zəhmət çəkib Norveçdən uzun yol təşrif gətiriblər. Biz də çox maraqla dinləyəcək sizi. Buyurun Babək bəy Azəroğlu. Buyurun, xoş gəldiniz sizdə. Azərbaycan yolunun uzağa yaxın yoxdur. Şansından hər zaman biz son vaxtda biraz yorğun olacaq, bəzən yuxularına gəlir. İnanıyorum ki belki de ben son olur ha. İnşallah. Nəzər palparkidanı var ama olsun. Biz buranı içiyəcək, burada qalacaq. Biz arada şamı hazırlayacaq. Şamı yiyəndən sonra bəli. Yəni içiyəcək qala bilər. Şamı yiyəndən sonra bir daha enerji alır. Yəni siz qorxmayın. Bir daha enerji alıb danışacaq. Yok. İçiyəcək buradayıq. Yəni rahat danışacaq. Rahat danışın. Her şeyden önce hürmetli hanımlar ve cənablar ve toplantı iştirakçıları, təşkilat mənsubları, hər biriniz axşamınız xeyir olsun. Axşam bəli, ikidə danışmayın. Çox sevindirici bir haldır ki, Azərbaycan adına toplantılar, biri araya gəlmək gün-gündən çoxalır. Yani indi biz bu günləri referendumdan danışırıq. Bir an dönəlim 90-cı illərə. 90-cı illərdə biz şəhər və şəxs arayırdıq. Bir adam Azərbaycan adını tutsun. Kim Azərbaycan adını deyəndə gelirdik, sən Azərbaycanı düşünürsən, hələ bunun siyasi düşüncəsini biz nəzərdə almaydıq. Yalnız Azərbaycanı sevək bu adam deyirdik. Bu adamı az qalırdı, sanki o Kərbəlada, Məkkədən vardı, indi o İslamçılıqda gələn, gedərlər, ziyarət elərlər. Eynən o vəziyyətdə biz bu insanları ziyarət edirdik. Və çalışırdıq bunlarla irtibat, yəni ailəvi irtibata keçirdik. Yəni mən indi burada baxıram, dostlardan burada bəzilər tutuqlurlar, mənim onlarla ailəvi irtibatım vardı, bir neçəsi ilə. Və bu gündə, indi neçə ildir sıxmışam, bu gün irtibatım yoxdur. Yəni bu insanların o zamandan tanışdığımız insanlardır. O zaman biz bu məsələni biz başladanda, bu məsələdə biz faal olanda biz bilmirdik ki, bir gün Azərbaycan gələcək məsələni istiqlalçılığı qoyacaq burada. Yəni biz onda nə deydik? Qanun əsasının 15-ci maddəsi falan belə söhbət edirdik. Sonra yavaş-yavaş bu məsələ dirçəldi. Bizə ilk başlarını biz qoymuşduq. Eldar bəy özü elə o zamanlardan mən Eldar bəydə sonralar tanıdım, amma adın eli eşidərdim. Yani o zamanlardan Eldar Bey'de vardır. Bir neçə adamlar vardır, bir de Eldar Bey'de. Neyse işim yok. Biz bu zamanlar heç zaman düşünə bilmirdik ki, bu mərhələ və mərhələ Azərbaycan milli hərəkatına çevriləcək. Yəni bu günləri, bunu deməkdən məqsədim budur ki, bu günləri gətirib bu referendum məsələsi qoyulur. Ola bilsin ki, bunun içi bütünlüklə dolu deyil. Və yaxud bəzilərinə görə zamanı deyil. Amma dünyadakı gedişat və şərait heç zaman nə zamanla ayaqlaşır, nə durumla, heç bir şeylə yəni barışamır. Sən düşünmədiyin anda elə hadisələr baş verir ki, nəzər deyə bilim, bax, bəziləri bu siyasətini qoyublar, nədən, qumar kimi bir şey olur, şansın bir anda gələndə görürsən ki, o piyango bileti kimi böyük bir bilet qazanıbsan. Yəni, bu cürdə buna bir ad vermək olar. Bu günləri mənim düşündüyümə görə, yəni bu illər boyu bu hərəkatın içərisində oldu, düzdür, nə qədər nələrdə eşitdik, nə qədər, yəni o zaman o deyilsə ki, biz məsələn bu zaman Azərbaycan adını tutanda təhqir edirdilər bizi. Yəni bəzi adamlar vardılar ki, mən tanıyıram da, adını da çəkmirəm, bəlkə də utanar. O zaman biz deyəndə Azərbaycan, məsələn, bura bizdə söyüş verirdilər. Ən böyük söyüşləri bu illəri Azərbaycan bayrağının əllərini götürüb gedənlərdən eşitmişəm mən. İndi bu günləri mənə deyilir, sən kimsən? Deyir, halal olsun sənə. Düz deyirsən, mən kiməm sənə? Deyir, mənim zaten istəyim oldu, sən Azərbaycan bayrağını götürəsən əlbə. Götürübsən, halal olsun sənə. Laf da yaxşı eləyibsən, əlimdə içindən gəlib, o zaman mənə də sən bu pisliklər deyibsən, mənzur mən deyiləm, amma biz bir neçə nəfərik. Yəni, mən deyəndə biraz xanalı çıxmasın, o keyfindən danışıram. Bu günləri, bu məsələ böyük bir məsələdir, bir tarixi bir hadisədir. Bu referendum məsələsi ki qoyulubdur. İndi bu nə qədər alar,
Ola bilsin ki, indi Yunus bəy də çox böyük məsələyə burada işarə elədi. O da budur ki, sən məsələni qoy. Bugün olmaz, sabahları bizim elə bir mövqeyə gələr ki, elə bir siyasi bir durum yaranar ki, bunu onlar götürüb rəsmi bir fakt kimi o millətin xeyrinə istifadə edə bilərlər. Bu çox doğru bir məsələdir. Sən yolu get, izi bıraq, bugün onu götürə də bilməsən, daşıya da bilməsən, yarın bir güc gələr, onu götürər də və eyni zamanda çox da gözəl dəsə daşıyıb onu yerinə də yetirə bilər. Mən dinlədiyiniz üçün çox təşəkkür edirəm, yorulduğunuz üçün çox da zamanınızı almaq istəmirəm. Təşəkkür ederim.